Bilirsiniz nətərdir? Qarabağ azad olunur. Biz itki vermişik. Bilirsiniz nə qədər şəhidlərimiz var. Allah onlara rəhmət eləsin. Nə qədər qazilərimiz var. Bizim böyük bir mif. Azərbaycan xalqının ordusu yoxdur. Mifi tamamilə aradan qalıqdır. Mən öz vətəndaşlarımıza, Azərbaycan xalqının gənclərinə, bizim o yaşmada olan deməli 52 nömrə deyirlər, onların Xüsusi təyinatlılar. Xüsusi təyinatlılara bir həyat borcum var. İnanın, mən ölmək istəyirəm onların yerinə. Allah onlara dəyməsin. Onlar böyük bir qələbə qazandılar. Şuşanı almaqla dünya tarixində heç kəs onu elə alanmazdı. Yalnız Azərbaycan ordusu aldı. O ki qaldı, biz azad olunmuşuqmu? Bəli, mən bəri başdan deyirəm ki, kim neynir eləsin, Putin neynir eləsin, nə fırlasın, qərb nə qayırsın, bunun çarəsi yoxdur. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanındır. Azərbaycanın torpağıdır, qədimi torpağıdır. O ki qaldı Rusların tutduğu əməllərə. Bilirsiniz, mən siyasətçi deyiləm, bəlkə də səhv edirəm. Onların, Rusların özünü tez oraya soxmaqları, məsəl üçün, gəlib sülh məramlı kimi girmələri qeyri-qanunidir. Birinci sülh məramlını kim təyin edir? Azərbaycan, ikincisi Ermənistan, yəni bunların hər ikisinin Milli Məclisi zad qoymalıdır, təsdiqlənməlidir. Ondan sonra Rusiyanın Milli Məclisi Duması təsdiqləməlidir. Ondan sonra bu gedib Birləşmiş Millətlər Təşkilatında önəm almalıdır. Bunların mən elə gəlmişəm sən buraya ki, mən güclüyəm girməklə deyil. O dövr gedib Putin.